Hörmətli xanım sədr, hörmətli cənab baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputatlar. Biz 2024-cü ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında cənab baş nazirin geniş, müfəssəl, əhatəli çıxışını dinlədik və çıxışın ümumiyyətlə bu fəaliyyətin Nazirlər Kabinetinin 2024-cü il fəaliyyəti ilə bağlı fikirlərimi bölüşməzdən öncə, hörmətli xanım sədr, sizi Gürcüstan Respublikasına uğurlu səfəriniz, rəsmi səfəriniz münasibətindən təbrik edirəm və doğrudan da bu günlər Azərbaycanın parlament diplomatiyası özünün inkişafında yeni, keyfiyyətcə bir mərhələyə daxil olub. Cənab baş nazir çıxışında vurğuladı ki, 2024-cü ildə strateji əhəmiyyətli hadisələr baş verib. Həqiqətən də ölkəmizdə keçirilən prezident seçkiləri və parlament seçkiləri o baxımdan da xüsusi əhəmiyyət kəsb edirdi ki, ilk dəfə bütün suveren ərazimizdə keçirildi. Və təsadüfi deyildir ki, 7-ci çağırış parlamentin ilk iclasında sentyabr ayının 23-də Azərbaycan prezidenti cənab İlham Əliyev vurğuladı ki, bu iki hadisə öz əhəmiyyəti baxımından tarixi hadisələrdir. Yəni, bütün ölkə miqyasında, bütün suveren ərazimizdə bu seçkilərin keçirilməsi həqiqətən də böyük siyasi məna və əhəmiyyət kəsb edir. Və bu prezident seçkilərində seçicilərimizin, xalqımızın 92,12% cənab prezidentə səs verdi. Bir vəfa borcunu yerinə yetirdi və seçicilərimizin 77% seçki məntəqələrinə gəldi və doğrudan da çox rekord nəticədir. Biz qərb ölkələrində də bu prosesi izləyirik. Maksimum 20-40% arasında seçki fəallığı həmişə qeyd alınır. 77% bu xalqın öz prezidentinə olan böyük etimadının ifadəsidir. Və elə parlament seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə keçirildi. Doğrudan da bu iki hadisə Azərbaycanın siyasi mədəniyyətini mən deyərdim ki, bir təntənəsi idi. Həm də o baxımdan 2024-cü il əhəmiyyətlidir ki, cənab prezidentin müvafiq sərəncamı ilə 20 sentyabr dövlət suverenlik günü kimi deməli qeydə alındı, bəyan edildi və yeri gəlmişkən elə həmin günü 20 sentyabrda da Qarabağ Universitetinin açılışı oldu və bu günləri 1150 tələbə bu ali məktəbdə təhsil alır və doğrudan da Qarabağ Universiteti Azərbaycanın Qarabağ bölgəsinin artıq bir təhsil və elm mərkəzinə çevrilməkdədir. Konkret olaraq hesabatla bağlı isə istərdim ki, bir 3 istiqamət üzrə öz mövqeyimi ifadə edeyim. Birincisi, sosial-iqtisadi istiqamət, ikincisi, müdafiə və təhlükəsizlik istiqaməti, üçüncüsü isə Qarabağa və Şərqi Zəngəzuran bərpası və böyük qayıdış məsələləri ilə bağlı. Ulu öndər Heydər Əliyevin sözləridir, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Və hörmətli xanım sədr, sizin qeyd etdiyiniz kimi, cənab prezidentin sözləridir bunlar, siyasi müstəqillik, iqtisadi müstəqilliyi şərtləndirir. Və elə eyni məntiqlə də dövlət başçısının 2003-cü ilin oktyabr ayının 15-də prezident seçildikdən sonra ilk sərəncamlarından biri 2003-cü ilin noyabr ayının 24-də oldu. Adı isə belə idi, Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri ilə bağlı. Bax, həmin siyasətin sayəsində biz bu günləri fəxr və qürur hissə qeyd edirik ki, müstəqillik dövrü tariximizin ən böyük büdcəsinə malikik və bugün biz qürur hissi ilə qeyd edirik ki, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul 126,3 milyard manata gəlib çatıb. Müqayisə üçün 22 il bundan öncə Azərbaycanda, yəni 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun səviyyəsi 7,1 milyard manat idi. Görün biz hardan hara gəlmişik. 7,1 milyard manatdan 123,6 milyard manatadək yüksəliş əldə etmişik. Eyni zamanda cənab baş nazirin çıxışında o rəqəmlər səsləndirildi. Bizim üçün strateji əhəmiyyətli istiqamət bu qeyri-neft sektorunun inkişafı məsələləridir ki, il ərzində 6,2%
yüksəliş əldə edilib. Bizim üçün ən vacib məsələlərdən biri sənayinin inkişafıdır, amma qeyri-neft sənayesinin inkişafı bu strateji istiqamətdir və bu sahədə də 2024-cü ildə doğrudan da yüksək nəticə əldə edilib, 7,3% artım. Hər bir dövlətin iqtisadi gücünün mühüm elementlərindən biri onun strateji valyuta ehtiyatlarıdır. Və çox sevindirici haldır ki, vaxtilə bizim 22 il bundan öncə strateji valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, indi gəlib 71 milyard dolları ötüb keçib. Doğrudan böyük rəqəmlərdir. Elə 2023-cü illə müqayisədə bu 3,7% artıqdır. Həm də bu rəqəmin elə unikallığını o göstərir ki, 71 milyarddan çox bizim strateji valyuta ehtiyatlarımızın olması bu ümumi daxili məhsulumuzun 95,6% deməkdir. Və çox sevindirici halda dünya praktikasında buna az rast gəlinir ki, strateji valyuta ehtiyatları bizim xarici dövlət borcumuzun nə az, nə çox, düz 14 dəfədən çox üstəliyib. Bizim xarici dövlət borcumuz 5,1 milyard dollar təşkil edir ki, bu da ümumi daxili məhsulun 6,9%-dir. Doğrudan da çox yüksək nəticələrdir. Cənab Prezidentin sözləri Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Və Azərbaycan sosial dövlətdir. Və haqqında bəhs etdiyimiz 2024-cü ildə də hesabatda qeyd olunduğu kimi ölkəmizdə sosial sahə prioritet sahədir və bizim büdcəmizin 38,9%-i məhz bu məqsəd üçün ayrılıb. Və təsadüfi deyildir ki, bu illər ərzində, daha doğrusu 2018-ci ildən üzü bəri 4 dəfə sosial islahatlar paketi həyata keçirilib və bunun nəticəsində də 7 milyard manat 4 milyon insanımızı əhatə edib ki, həm də bizim minimum əmək haqqımız ölkədə 2,7 dəfə artıb. Minimum pensiyanın səviyyəsi 2,5 dəfə artıb ki, bizim şəhid ailələrimizə və eyni zamanda müharibə əllərinə Prezidentin 2007 və 2008-ci illərdən başlayaraq aylıq prezident təqaüdləri müəyyən edilib. Bunlar hamısı bir daha onu göstərir ki, dövlətimiz sosial dövlətdir və 2024-cü ili mən 2020-ci illə müqayisə etmək istəyərdim ki, yəni 5 il müddəti götürsək, düz 37,7% artıq sosial istiqamət üçün vəsait ayrılıb. Bunlar doğrudan da çox böyük rəqəmlərdir və dövlətin öz vətəndaşına olan münasibətinin bir ifadəsidir. Və xüsusilə də mən müdafiə və təhlükəsizlik məsələlərini toxunmaq istərdim ki, bugünkü dünyamızda doğrudan da beynəlxalq hüququn işləmədiyi reallığı ilə üzləşmişik. Bu doğrudan da beynəlxalq hüquq üçün faciəvi bir vəziyyətdir və gücün hüququ işləyən bir reallıqdır. Və Azərbaycanın biz hərbi və müdafiə büdcəsinə baxsaq, müdafiə və təhlükəsizlik büdcəsinə baxsaq, 2003-cü ildə əgər bu 135 milyon dollar təşkil edirdisə, 2020-ci ildə biz tarixi zəfərə imza atarkən bu 1,9 milyard dollar idi. Amma haqqında bəhs edilən 2024-cü ildə isə bu 4,2 milyard dollara gəlib çatdı. Və indi isə 2025-ci ildə 5 milyard dollar təxminən civarında müəyyən edilib. Bu bizim hərbi gücümüzün ifadəsidir. Dünən 12-ci Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi güc faktoru əsas faktordur və biz bundan istifadə edib bu ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik və Avropa İttifaqı artıq həmin yolu seçməyə başlayıb. Yəni, özünün silahlı qüvvələri və hərbi potensialını gücləndirmək yolu. Biz onu 20 il bundan qabaq bu hədəfi seçib və strateji niyyətlərimizə nail olmuşuq. Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində mən deyərdim ki, fantastik işlər gedir və mən 2 gün bundan öncə Xankəndidə oldum və İdarəçilik Akademiyasının xətti ilə, Dövlət İdarəçilik Akademiyasının xətti ilə və doğrudan da Qarabağ və Şərqi Zəngəzur bu günlər böyük bir quruculuq, böyük bir inşaat mən deyərdim meydançasına çevrilib. Maddi imkanlarımız var, maliyyə imkanlarımız var, siyasi iradə var, kadrlarımız var və 2021-ci ildən başlayır bu istiqamət üçün vəsait ayrılır və sevindirici haldır ki, artıq 2021-2024-cü ildə 19 milyard manat bu istiqamətdə vəsait ayrılır və 2025-ci ildə isə onun 4 milyard səviyyəsində müəyyən edilir. Bütün bunlar onu göstərir ki, qarşımızda duran istənilən vəzifənin öhdəsindən gəlmək potensialına malikik. Bu istiqamətdə çox ciddi işlər görülməkdədir və hesab edirəm ki,
hörmətli Əlməli Məsədovun təqdim etdiyi 2024-cü il üçün hökumətin hesabatı mükəmməl hazırlanıb və Azərbaycanın qarşısına qoyulan strateji hədəflərə çatdığını bir daha təsdiqləyir. Təşəkkür edirəm.